Gəlin tanış olaq. Əvvəlcə kanal haqqında məlumat vermək istəyirəm. Aydındır ki, yenidir və hələ ki yeganə layihəmiz uşaqlar üçündür. Bugün elə məhz bu layihə haqqında danışmaq istəyirəm. Yəni, əslində necə vacib məsələ olduğu haqqında. İzləyicilər bilir ki, artıq 5-ci aydır ki, kanalda hər axşam müxtəlif ölkələrin nağılları audio versiyada paylaşılır. Bu nağılları mən səsləndirirəm. Dolayısıyla hər gün bir nağıl oxumuş oluram. Demək istədiyim nədir? Mən bu müddət ərzində anladım ki, əslində bir insanın tərbiyəsində nağıl nə dərəcədə önəmli bir faktor imiş. Hər nağılda ayrı bir xasiyyət və xarakterin aşılandığını bariz görmək olur. Vəziyyət o yerə gəlib çatıb ki, bəzən bu nağıllardan özüm tərbiyələndiyimi hiss edirəm. Bir də düşünün ki, uşaqlıqdan bu nağıllarla böyüsəydik, həyata 1-0 öndə başlamış olardıq. Niyə həmişə başqa xalqların uşaqları ilə öz övladlarımızı müqayisə edəndə onların həyata daha hazırlıqlı olduqlarının fərqinə varırıq? Sizcə də bəzi şeyləri dəyişməyin vaxtı gəlmədimi?